44 aferin. Uşaqlar, yaxşı, bəs 27 sentyabr ana günündə keçirilən tədbirlərin məqsədi nədir? Çünki müharibənin başlanğıcında milli əsgər könüllü olaraq Qarabağ almaq uğrunda döyüşdüklərini anlamaq. Qoxulu o yollar səni bəs nə vaxt qaytarar səndən təsəvvür. İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlamış və 44 gün davam etmiş. Bu tarix 44 günlük müharibənin başladığı gün olaraq həm hər iki ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli bir tarix qeyd edilir. Onlar çətin şəraitlərdə öz canlarını riskə ataraq torpaqlarımızı düşməndən azad etmək üçün mübarizə aparır. Vətənin sağ olsun deyərək canlarını bu yolda fəda etməyə hazır olan bu ekiplər ən çətin anlarda belə bir-birlərinə dəstək oldu. Leytenant